Dostlar, yer üzündə elə bir şəxs yoxdur ki, bu pəhrizlə arıqlasın. Qreçka pəhrizi. Bax, siz deyirsiniz, mən ac qalmaq istəmirəm. Yox, ac qalmırsan dostum. Yəni, insan ac olanda qreçkanı yeyir. Vacib deyil ki, boş qreçka yeyəsən. Yanında toyuğudur, ətidir, balığıdır, qiyməsidir. Bununla ye də. Mümkün deyil sən arıqlayasan. Sən çörəyi yeyirsən, bax, yenə deyirəm, təkrar eləyirəm ki, sanki bir paçka salfetkanın üstünə su, yəni süzürsən, necə olur palçıq kimi. Yeməyi də yeyirsən, çörəyi, yəni həzm olunmur və səni o tox saxlayır. Vəssalam, bir dənə problem budur. Bu da gec həzm olunur axı. Baxırsan, yağ faizi yoxdur, amma şişdir qarnı. Nə var da var səni tox saxlayır. Sadəcə burada bir məsələ var ki, bir həftə, 10 gündə sən tez-tez azacaqsan və ondan sonra mədə başlayır kiçilməyə. Bax, indi qarşıdan da orucluq gəlir, həmçinin elədir. Heç nə yemirsən, axşam nə isə yemək istəyirsənsə yeyə bilmirsən. Səbəb nədir? Çünki mədə kiçilib. Bir tikə yeyirsən, doyursan. Yəni iftar vaxtı. Vəssalam, çətin bir şey heç nə yoxdur. Sadəcə yəni qreçkanı elə eləyin ki, dostlar, yenə deyirəm ki, yəni çox olmasın. Karbohidrat olaraq həm səni arıqlaya bilərsən ondan, həmçində kökələ bilərsən. Bir daha söyləyirəm ki, çalışın özünüzdə bir balaca güvən olsun. Vəssalam.